Ne olub buna? Buna bir şuşa batmıştı doktor. Kız şuşa kırıntısıydı. Bakmış dedi. Elə bir ki atı içinde kırıldı kaldı. Sonra rayona gitmiştim 2 gün. İçinden 2 gün kesenler. O rayonda o cerrahını çıkarttı. Kesiyor. Kızardı, şişti, ondan sonra... Yok, ondan kızardı şiş yok idi. O çıkarttı. Ondan sonra kızardı. Siz də gəzirdiniz, normal hərəkət edirdiniz. Neçə vaxt bundan qabaq şüşə batıb, neçə gündür? İçinden Bu günə qədər neçə müddətdir? bugün ayın 12'si değil. Bəli, Hatta son 5 gün. 15-16 gün. Bunu əməliyyatı harda ediblər ki, nə vaxt? Respublikansı da ayın 4'ünde. Mən də öyle. Bir iki iş pisleşik. Ben şuna bakanda ilk söyledim. Selebiyim. Kaldı elə bir ki bildim ki evde şeyleyebilmedim. Sonra gittim bunun içinden çıkarttırdım. Bak o şey sonra. Hayır. Gördüğümüz kimi yani xırda bir şüşə qırıntısı, şüşə parçası ayağı zədələdikdən sonra ayaqda şeker xəstəliyi ilə bağlı olaraq böyük bir problemlərə gətirib çıxarda bilir. O nöqteyi nəzərdən bütün şeker xəstələri ayaqlarına diqqət eləməlidir və vaxtında, yəni batan günü, səhəri mütləq həkimə müraciət etməlidirlər ki, gələcəkdə 10 gündən, 15 gündən sonra ayağın qanqrenası ilə qarşı-qarşıya qala bilərlər.